xeyir olsun. Azərbaycan Televiziyasının xəbərlər xidmətinin saat 19-a hazırladığı buraxılış efirdədir. Studiyada Əfsanə Mehdiyevadır. Əvvəlcə anonslarla tanış olaq, daha sonra ətraflı. Xocalıda mina partladı, anam əməkdaşı xəsarət aldı. Hacıqabulda 2 avtomobil toqquşdu, ölən var. Şəkidə fermerlər tütün əkininə hazırlaşırlar. Kişitlənmə prosesində əl əməyindən ən çox istifadə olunan proseslərdən biridir. Kişitlənmə üçün texnikaların gətirilməsi, dərmanlama proseslərində məsələn tütün boy verəndən sonra tütün arasında texnikalar girmir. Prosesə müasir texnikaların cəlb olunması bu sahəyə hansı üstünlükləri qazandıra bilər? İncə naxışlar, milli ornamentlər. Xalq təsvir sənətinin bir çox növlərindən məşğul olmuşam. Hətta şüşə üzərində cizmalar, daş üzərində oyma, müəyyən qədəri, taxta üzərində heykəlciklər. 50 ildən çoxdur bədii düymə sənəti ilə məşğul olan Xaçma sakinini region xəbərlərindən tanıyacaqsınız. İndi isə daha ətraflı. Azərbaycan Mina Təmizləmə Agentliyinin əməkdaşı 26 yaşlı Vasif Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Hadisə Xocalının Muxtar kəndində qeydə alınıb. Anamı əməkdaşı sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarət alıb. O Xankəndi şəhər mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Daha sonra ixtisaslı tibbi yardım göstərilməsi üçün Bərdə rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir. Lerikenin, Vizəzəmin və ətraf 5 kəndinin sakinlərinin çətinlikləri var. Onların problemi yolla bağlıdır. Uzun müddətdir təmir olunmayan yol getdikcə daha da yararsız hala düşür. Həm sürücülər, həm də piyadalar üçün keçilməz olur. Bəs yol nə vaxt təmir olunacaq? Növbət sujetimizdə bu suala cavab axtarmağa tapıb çalışmışıq. Uşaqlarımız məktəbə çətinliklə gedir, avtomobillərimiz qırılır, hər gün demək olar ki, ustadayıq. Gündə bu yolları gedib gəlirik, çox çətindir, bərbad vəziyyətdədir. Hələ indi biraz hava qurarlıqdır, bir balaca rahatdır. Palçıqda, qarda, ümumiyyətlə bu kəndə gediş-gəliş çox bərbad vəziyyətdədir. Bu yoldan Lerikin 6 kəndinin sakinləri gündəlik istifadə edirlər. Sonuncu dəfə 1986-cı ildə əsaslı təmir olunan yol hər il payız qış mövsümündən sonra daha yararsız hala düşür. Lerik rayonunun 6 kəndini birləşdirən həmin yoldayıq. Sakinlər problemlərlə qarşılaşırlar. Burada Peştətük, Sifiyəqərən, Vizəzəmin, Kınçıvo, Kornət və Cənginavud kəndləri var. 40 ildir ki, bu yollar əsaslı təmir olunmuyub. Yay aylarında toz, qış aylarında isə belə deyək, çıxılmaz vəziyyətdə qalırlar. Yol problemi uzun müddətdir, bu yol problemi var. Palçıq olanda, yağış yağanda maşın bu mümkün deyil. Görürsünüz, maşınlar buradan o yana keçə bilmir. Qış aylarında, payız aylarında o qədər yollar bərbad vəziyyətə düşür ki, burada gediş-gəliş çətinləşir. Məktəbli məktəbə gələ bilmir, məktəbə aşağıdadır. Bu yol məsələsində, yəni bu yolu asfaltlarsa bizim rahatlığımız daha yaxşı olar. Sakinlərin fikrincə yol təmir olunarsa, cənub bölgəsinə gələn turistlər bu kəndlərə də ayaq açar. Turizm potensialına, kifayət qədər turizm potensialına malik olan bir rayondur. Bu kəndlərdə əsasən turizmin kompakt inkişaf elədiyi yerdədir. Bu yollar bərbad olduğu üçün gələn turistlər heç bir formada burada şəraitə uyğunlaşa bilmirlər. Aidiyyatı qurumdan verilən cavabda isə bildirildi ki, Hazırda Lerikdə Hamarmeşə Bibiyana avtomobil yolunun təmir işləri həyata keçirilir. Növbəti illərdə isə sözgedən yolunda, yəni Vizəzəmin kəndinə daxil olan 6 kəndin avtomobil yolunun da dövlət proqramına daxil edilərək yenidən qurulması nəzərdə tutulur. Nuranə Tələt qızı Rəşidə Zülfüqarova, ASTV xəbər. Hacıqabulda ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistralının Nəvahi kəndi ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub. Sürücülərdən biri hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Ucarda saat 4 gün əvvəl itkin düşən şəxsin meyidi su kanalından tapılıb. Hadisə Qaracallı kənd ərazisində qeydə alınıb. Məlumata görə 62 yaşlı Vahid Məmmədov fevralın 14-də iştirak etdiyi toy məclisindən çıxdıqdan sonra evə qayıtmayıb. Axtarışlar nəticəsində Vahid Məmmədovun meyidi kənd ərazisində yerləşən su kanalında aşkarlanıb. Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır. ...2025-ci il ölkədə bir çox sahələrdə uğurlarla yadda qaldı. Həmçinin ötən ilin təsərrüfat göstəriciləri də müsbət tendensiyalarla müşahidə olundu. Məsələn, tütün istehsalı təxminən 8,4 min ton olub. Yəni, əvvəlki ilə müqayisədə xeyli artım var. Qazanc da az deyil, 58,6 milyon dollar. Dövlət Statistika Komitəsinin açıqladığı bu rəqəmləri əsas götürsək, tütünçülük sektoru hələ də iqtisadi əhəmiyyətini qoruyur. Bəs bu il necə olacaq? Fermerlərin tütün əkindən marağı hansı səviyyədədir? Çətinliklər varmı? Varsa nələrdir? Şəkidən reportajımız var. Azərbaycanın ənənəvi tütünçülük rayonlarından olan Şəki, sahələr hələ sakitdir. Amma bir qədər sonra bu sakitliyi vacib dövr əvəz edəcək. Fevral ayı tütünçülük sahəsində ən əsas qərar verici ay hesab olunur. Keçən il məhsulunun sabit satışı artıq bu il 2026-cı ildə fermerlərlə müqavilələrin bağlanmasına əsas verəcək. Gördüyünüz kimi biz hal-hazırda əkin sahəsindəyik. Burada artıq tütün şitilləri üçün istixanalar hazırlanır. 2026-cı ildə rayonda 1850 hektarda tütün əkinləri planlaşdırılır. Əkinlərin ümumi götürəndə 1500 hektarı Virginia tipli sortlar, 350 hektarı isə immunlu yerli sortlar olacaqdır. Bu faiz etibarilə götürəndə Virginia tipli sortlar 81% təşkil edəcəkdir. Əkinləri 19% isə immunlu sortların, yerli sortların payına düşür. Rayon ərazisində 2026-cı ildə planlaşdırılan əkinlər 2025-ci ildə əkilən ümumi hektardan 45 hektar təxminən artıq olacaqdır. Azərbaycanda tütün müqavilə əsasında tədarük olunur. Emal müəssisələri əvvəlcədən fermerlərlə razılaşma əldə edirlər. Bu ildə Allah qoysa 10 hektar əkin sahəmiz var. Dondurma şumu eləmişik. Ştil üçün parnik sahəmiz hazırdır. Tütün də yetişən müddətdə vaxtında məntəqəyə tədarük eləyirik. 1900 tondan artıq yaş tütün qəbul etmişik, 310 ton quru tütün əldə etmişik. Quru tütün onun da müəyyən hissəsini satmışıq və Polşa, Yunanistan, Almaniya kimi ölkələrlə müqavilələrimiz var. Tütün satışı davam edir və tütün sahəsinin rentabelliyi bizə stimul verir ki, bu sahədə yeni texnologiyaları gətirək və fermerləri də stimullaşdıraq ki, tütün sahələrini genişləndirsinlər. Ancaq çətinliklər də qalmaqdadır. Fermerlər subsidiya və texniki dəstək alsalar da işlərin böyük qismi əl əməyi ilə görülür. Bu da prosesi ləngidir. Yeni nəsil texnikalara ehtiyac duyulur. Məsələn, işçiləmə prosesində əl əməyindən ən çox istifadə olunan proseslərdən biridir. İşçiləmə üçün texnikaların gətirilməsi, dərmanlama proseslərində məsələn tütün boy verəndən sonra tütün arasında texnikalar girmir. Ondan ötürü müasir texnikalar, texnologiyalar mövcuddur ki, hündür boylu traktorlar var ki, biz baxırıq bu qabaqcıl tütünçülükdə məşğul olan ölkələrdə bu texnikalardan istifadə edib əl əməyini əhəmiyyətli dərəcədə azaldırlar. Bu kimi məsələlər həllini tapsa, tütünçülük yenidən regionun əsas gəlir mənbələrindən birinə çevrilə bilər. Əli Səmədov, İbrahim Mustafayev, Elnur Orucov, ASTV Xəbər. 20-ci əsrin sonlarında yox olma təhlükəsi ilə üzləşən Tuqay meşələri bərpa olunur. Bu proses həm müxtəlif növ meşə və meyvə ağaclarının əkilməsi, həm də təbii yolla gedir. Xüsusən son illər yulğun kollarının sıxlaşdığı müşahidə edilir. Yulğun Kür-Araz ovalığının çox geniş bir ərazisində və sıx şəkildə yayılıb. Buranın quraq havasında və şoran torpağında çox asanlıqla inkişaf edir. Tuqay meşəsinin təbii bərpasında da mühüm rol oynayır. Son illərdə daha sürətlə yayılmağa başlayıb.
Olduğumuz ərazidə müxtəlif boy ölçülü yulğun kollarına rast gəlinir. Xüsusilə kiçik ölçülü kollar daha çox üstünlük təşkil edir. Bu isə onu deməyə əsas verir ki, bu ərazidə bu bitkinin daha geniş şəkildə yayılması baş verir. Əvvəl yulğundan oduncaq kimi evləri isidilməsinə istifadə olunursa, bugün kəsilməsinə o qədər zərurət yaranmayıb. Bu da yaxşı haldır ki, məhz yulğun ağacları geniş ərazini əhatə edir. Düzən ərazilərdə çox sıxlıqları bunların rast gəlinir. Xüsusən açıq sahədə çox sıx olan ərazilər var ki, oradan adi qaydada keçmək də mümkün olmur. Hündürlüyü 6 metrə qədər olan bu ağac torpağın münbit olmağına müsbət təsir göstərir. Oksigeni çoxaldır, havanın saflaşmasına xidmət edir və canlıların yaşaması üçün şərait yaradır. Yulğunun ekoloji cəhətdən digər üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil artırır. Ətraf mühitə gözəllik gətirirlər. Həm quraqlığa davamlıdır, həm şoranlığa davamlıdır. Şoranlığı da azaldır yulğun bitkisi. Eyni zamanda bu Araz çayı boyu, Kür çayı bitən bu yulğun meşələri çayların kənarını bərkidirlər. Çayın elə bil ki, ətraf əraziləri yumasına da imkan vermirlər. Bir tərəfdən də heyvanların, quşların yaşaması üçün əsas şəraitlərdən biridir. Həm də çoxlu miqdarda oksigen istehsal edir. O da çox əhəmiyyətə malikdir. Yulğun dərman bitkisi kimi də çox böyük əhəmiyyətə malikdir. Ağciyərin müalicəsində yulğun bitkisinin tüstüsündən istifadə edilir. Eyni zamanda tənəffüs yollarının açılmasında xeyirlidir. İnsan nəfəs almasıyla bağlı olan bütün proseslərdə yulğun ağacı, xüsusilə onun çiçəyi, səhər-səhər şehli düşmüş o çiçəyi ki var, o son dərəcə dəyərli bir dərman vəsaiti, təbii dərman, müalicə hesab olunur və adətən bronxit xəstəliyi olan uşaqları, insanları səhər-səhər şehli hava ki, o teyeni açılanda aparıb o yulğun ağaçları bol olan yerdə gəzdirirdilər. Oturdular ki, onun hava alma prosesi, nəfəs alma prosesi tənzimlənsin. Bu qədər əhəmiyyətli bir ağacın son illərdə çoxalmasının negativ tərəfi də var. Bu da elə onun sürətlə yayılması ilə bağlıdır. Qış otlaq sahələrində yulğun ağaclarının çoxalması burada otlaq sahəsinin artıq əlverişsiz vəziyyətdə düşməsinə gətirir, heyvandarlığın inkişafına mane olur. Yəni bu tərəfdə var. Yaxşı olardı ki, bu yulğun ağaclarının istifadəsi və genişləndirilməsi tənzimlənəydi. Yəni müəyyən ərazi daxilində müəyyən məsafələrlə yulğun ağaclarının saxlanılması qorunuydu. Qeyd edək ki, yulğunun dünyada 80-dən çox növü mövcuddur ki, bunun da 10-a yaxını Qafqazda, əsasən Gürcüstan və Azərbaycan ərazisində bitir. Elnur Ələkbərov, Mirəl Əkbər Hüseynov, Natiq Çıraqzadə, ASTV xəbər. Bir xalqın, millətin kimliyindən xəbər verən, həm də onun tarixi simasını qoruyub saxlayan şəhərləridir. Ordubad da sınaqlardan çıxaraq əsrlərə aid keçmişi olduğunu göstərən nadir məkanlardandır. Bura xüsusilə qədim məhəllələri, insanların həyat tərzi, qonşuluq münasibətləri ilə seçilir. Təsadüfi deyil ki, tarix memarlığı qoruğu elan edilmiş Ordubad şəhəri İSESCO-nun İslam dünyası irsinin ilkin siyahısına daxil edilib. Şəhərin küçələrini indi də gəzəndə insana tarixə səyahət edirmiş kimi gəlir. Biz hazırda minillərin tarixini özündə yaşadan Ordubaddayıq. Burada hər məhəllə meydanı özündə məscid, çınar və kəhriz üçlüyünü birləşdirir. Operatorum Ağali Rəhimov indi sizə kadrları təqdim edəcək. Hazırda kadrlarda siz məscidi görürsünüz. Qeyd edim ki, Özbəkistanın paytaxtı Daşkənddə fevral ayının 11-də Ordubad Tarix Memarlıq Qoruğu İSESCO-nun İslam dünyası irsinin ilkin siyahısına daxil edilməsi barədə qərar qəbul olunub və onu da vurğulamaq istəyirəm ki, 1977-ci ildən Tarix Memarlıq Qoruğu elan edilmiş Ordubad şəhəri 2001-ci ildə UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına daxil edilib. Biz isə hazırda Ordubadın ən böyük və ən qədim məhəlləsi olan Sərşəhər məhəlləsindəyik. Məhəllənin baş meydanında yerləşən məscid 18-ci əsrə aid edilir. Çınarın isə 350-dən çox yaşı var. Hazırda həmin çınarı siz kadrlardan görürsünüz. Çınarın yaxınlığında yerləşən kəhrizin isə tarixi daha qədimdir. Sərşəhər sözünün mənasına gəldikdə baş şəhər deməkdir. Ordubadın ən qədim məhəlləsi olduğundan burada köhnə tikililərin sayı da çoxdur. Orta əsr məhəllələrinin gözəlliyini hələ də
qoruyub saxlayır. Şəhər mərkəzdə elə yerləşib ki, bütün istiqamətlərdə hərəkət edənlərin yolu mütləq buradan keçir. Ordubad şəhəri inzibati cəhətdən 5 məhəlləyə bölünüb. Bundan başqa şəhərin Qarahovuz, Qaraçanaq, Dilbər, Əngəş, Əskərxan, Varsan, Musa Təngi kimi kiçik məhəllələr də var. Məhəllələri gəzdikcə insan keçmişə səyahət edir. Burada yaşayış evləri orta əsrlərə xas qapalı malikənə formasındadır. 8 üzlü bölüşdürücü dəhlizə malikdir. Siz isə indi kadrlarda Sərşəhər məhəlləsində yerləşən kəhrizi görürsünüz. Qeyd etmək istəyirəm ki, bu məhəllələrdə yerləşən kəhrizlərdən insanlar, yəni məhəllə sakinləri həm içməli, həm də suvarma suyunda istifadə edirlər. Növbəti reportajımız bədii döymə sənəti ilə məşğul olan Xaçmaz sakini haqqındadır. Ömrünün yarım əsrdən çoxunu bu peşəyə həsr edən sənətkar indi də həvəslə çalışır, müxtəlif əl işləri hazırlayır. Əməkdaşlarımız sənətkarın emalatxanasına baş çəkib onunla həmsöhbət olublar. 1973-cü ildən mən bu işlə məşğulam. Artıq 53 ildir ki, bu sənət mən özünə elə gəlib bilib ki, əl çəkə bilmirəm bu sənətdən. Xaçmazın Müşidoba kəndində Zeydullah Ağayevin emalatxanasına daxil olanda onu iş başında tapdıq. Hansı ki, ömrünün böyük hissəsini bu peşəyə həsr edib. Əlvan metallar üzərinə incə naxışlar vurub. Milli ornamentlər çəkib, görkəmli şəxsiyyətlərin portretlərini yaradıb. Sənətkar deyir ki, bədii döymə sənətini hələ 17 yaşında öyrənməyə başlayıb. O vaxtdan bu günə qədər yüzlərlə əsər ərsəyə gətirib. Uşaq vaxtlarından rəsm çəkməyə, rəsmə böyük marağım olub. Sonra xalq tətbiq sənətinin bir çox növlərindən məşğul olmuşam, az da olsa. Yəni, hansı növləri deyik? Hətta şüşə üzərində cizmalar, daş üzərində oyma, müəyyən qədəri, taxta üzərində heykəlciklər, gipsdən heykəlciklər düzəltmək. Yəni, uşaqlıqdan bu sənətləri, yəni bu xalq tətbiqi sənətinin bu növlərlə məşğul olmuşam. Bir əl işinin hazırlanması ölçüsündən və mürəkkəbliyindən asılı olaraq bir neçə gündən bir neçə aya qədər davam edir. Əvvəlcə təsvirlər metal üzərində döyülür, sonra cilalanır və xüsusi məhlullarla işlənərək parlaq görünüş alır. Kiçik əzimlər bir qədər az vaxt aparır, yəni haradasa 5 gün, 1 həftə belə vaxt aparır, amma böyük əsərlər bəzən ay yarıma kimi vaxt aparır. Zeydullah Ağayev ixtisasca Azərbaycan dili ədəbiyyat müəllimi olduğu üçün əsərləri arasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun müraciət etdiyi mövzulardandır. Sənətin gələcəyini düşünən usta onun sirlərini ailə üzvlərinə də öyrədir. Çalışıram ki, heç olmasa öz evimdə olan nəvələrim bu işlə məşğul olsun. İndi artıq bir nəvəm bu işlə məşğuldur, müəyyən qədər öyrənib və mən çalışıram ki, daha mükəmməl öyrənsin ki, məndən sonra bu sənət belə deyək, tamamilə itib batmasın. Xaçmaza gələn turistlər də Zeydullah Ağayevin emalatxanasına gəlir, əsərləri ilə tanış olurlar. Rauf Əhmədov, Elçin Qurbanov, Rəşidə Zülfüqarova, AzTV xəbər. İndi təqdim edəcəyimiz sujetimizdə isə əsl qəhrəmandan danışacağıq. Vətən müharibəsi şəhidi Gülverdi Qasımovdan. O, Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şücaəti ilə seçilib. Elə vətən uğrunda da canından keçib. Şəhidimizin döyüş yoluna nəzər salaq. Şəhidlik zirvəsi ona genlə ötürülüb desək yanılmarıq. Adını daşıdığı babası 1-ci Qarabağ müharibəsi dövründə daşaltı əməliyyatında itkin düşən hərbiçilərimizdəndir. Gülverdi Qasımov da onun kimi həmişə torpaq uğrunda canından keçməyə hazır olub. Vətən müharibəsinə də könüllü yollanıb. Füzuli və Cəbrayıl rayonlarında vuruşub. Sonuncu döyüşü isə Qubadlının azad edilməsi uğrunda olub. 26-sı səhər artıq şəhid olmuşdu. Öz döyüş yoldaşlarını yoxdan durğuzub, onlar ölümlə qutarıb, özü şəhid olmuşdu. Deyilənlərə görə çox qəhrəmanlıqları olub. Dostları danışır, orada cəbhə dostları ki, çox yaralı gətirib. 21 yaralını gətirib, 16 şəhidimizi ön xəttdən arxa cəbhəyə gətirib. Gülverdi Qasımov təkcə səngərdə deyil, ailədə, dostları arasında da seçilirdi. Xeyirli övlad, mərd qardaş, sədaqətli dost idi. O bizə elə bir ki, örnək verirdi, göstəriş verirdi. Baxıb görür ki, yerdən evdə
danışırdı ki, uşaq da bizə göstərir. Onun sinif yoldaşları, müəllimləri, bütün müəllimlərlə elə bil ki, müəllimlər onu öz balası kimi, öz nəvəsi kimi qəbul edirdilər. Demək olar ki, hər şey bir yerdə eləmişik. Yəni, məktəbə bir getmişik, iş yerimiz də bir olub, bir yerdə işləmişik. Yəni, məşğul olduq ki, ancaq hərbi idi, vətəni düşünürdü. Gülverdi Qasımov doğulduğu Abşeron rayonunun Qobu qəsəbəsində torpağa tapşırılıb. Xədicə Səxavət Aysel Abbasova, ASTV xəbər. Birinci Qarabağ müharibəsinin daha 17 itkin şəhidi dəfn olunacaq. Bu barədə əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasından bildirilib. İtkin şəhidlərin 16-sı hərbiçi, biri mülki şəxsdir. Mülki şəxs Zibeydə Əhmədova fevralın 20-sində Xocalı şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək. Buraxılışımızın sonunda sabaha olan hava məlumatını nəzərinizə çatdırmaq istəyirəm. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ara bir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-7, gündüz 18-23 dərəcə isti gözlənilir. Bölgələrə gəlincə şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə ara bir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi də gözlənilir. Bəzi yerlərdə duman olacaq. Gecə 7-11, gündüz 17-22. Dağlarda gecə 4-8, gündüz isə 8-13 dərəcə isti olacaq. Belə bugünə təqdim edəcəklərimiz bu qədər idi. Sağ olun, salamat qalın.